Salam, hər vaxtınız xeyir. Bugün çox gözəl bir resept paylaşacağım sizinlə. Spiral formasında ponçik mi deyim, piraşki mi deyim və içərisi bananlı ponçiklər paylaşacağım. Gördüyünüz kimi yumuşaq, çox gözəl köpükdür. İçərisi də bananlıdır. İnanın o qədər çox ləzzətli olur ki, tez-tez hazırlayacaqsınız. Keçirəm hazırlanma qaydasına. 1 kilo 500 qram un götürmüşəm. Üzərinə 200 ml ilıq süd əlavə edirəm. 2 xörək qaşığı şəkər və 2 paçka quru mayadan istifadə edirəm. Unun miqdarı çox olduğuna görə quru mayanı 2 paçka istifadə etdim və qoyuram 10 dəqiqə gözləyirəm. Quru maya aktivləşir. Görürsüz necə yaxşı aktivləşir və üzərinə daha sonra 160 qram ərinmiş kərə yağı, 3 yumurta və 4 xörək qaşığı da şəkər əlavə edirəm. 1 çay qaşığı da duz əlavə edib əvvəlcə bunları qarışdırıram. Daha sonra üzərinə 350 ml ilıq şəkildə yenə süd əlavə edirəm və əvvəlcə çəngəl vasitəsilə, daha sonra əlimlə yaxşı-yaxşı yoğururam. Onu da qeyd edim ki, bu ponçiklər və ya piraşkilər şirin olmalıdır. Əgər daha şirin istifadə etmək istəyirsinizsə, onda mən 4 xörək qaşığı əlavə etdim. Sizlər 6 xörək qaşığı da əlavə edə bilərsiniz. Bu şəkildə əvvəlcə əlimlə yoğururam. Əgər xəmirin daha yaxşı köpməsini, daha yaxşı yumuşaq olmasını istəyirsinizsə, hardasa yarım saat ya 40 dəqiqə xəmiri durmadan yoğurmaq lazımdır. Yoğrulduqda isə 5 dəqiqə fasilə verib yenə də yoğurmalısınız. Sizə göstərəcəm mən bu şəkildə. Baxın, bu şəkildə olduqda xəmir demək olar ki, artıq hazırdır. Görürsünüz necə həm yumuşaqdır, həm də ələ yapışmayandır, sığallıdır üzəri. Burada demək olar ki, xəmir hazırdır. Və gözləyirəm xəmir acısın 1 saat. 1 saatdan sonra xəmiri gətirirəm. Üzərinə duru yağ əlavə edirəm. Xəmir yaymaq üçün stolun və görürsüz xəmir necə köpübdür. Daha sonra xəmirin əvvəlcə havasını alıram və kiçik kündələrə bölməyə başlayıram. Bura qədər əgər videonu izlədinizsə təşəkkür edirəm. Bir də əgər videoma abunə deyilsinizsə, xahiş edirəm abunə olun və bəyəni düyməsini basmağı yadınızdan çıxarmayın. Bu şəkildə xəmiri əvvəlcə kündələdim və üzərini örtdüm. 5 dəqiqədən sonra görürsüz, burada yayma stolunun üzərinə mən undan yox, mannadan istifadə edirəm və ya irmik deyim. Onda daha gözəl üzəri həm xırçıltılı, həm də ki daha görkəmli olur. Mannadan istifadə edirəm. Bu şəkildə uzun çubuq formasında uzadıram xəmiri. Xəmir çox gözəl yumuşaqdır, həm də elastiklidir. Ona görə də görürsüz qırılmadan belə uzanır. Daha sonra əlimin bir tərəfini mən bir tərəfə vururam, digər tərəfini isə əks istiqamətə. Görürsüz bu şəkildə əks istiqamətə, yəni bir-birinə əks olaraq vururam xəmiri. Daha sonra xəmirin uclarını birləşdirəndə özü spiral formasını alır. Bu şəkildə görürsüz, özü spiral formasını aldı. Və yerdə qalan xəmirin hamısını da bu şəkildə edirəm. Bir dənəsini də sizə göstərirəm. Yenə mannının altını bu şəkildə edirəm. Yəqin ki, unla etsək bu qədər, belə bu şəkildə asanlıqla uzanmaz xəmir. Amma manna ilə daha gözəldir. Yenə bir ədədini sizlərə göstərirəm. Yəni, çox da çətin deyil. Əgər diqqətlə baxsanız, asanlıqla edə bilərsiniz. Amma onu deyim ki, çox dadlı olur. Həmişə bişirəcəyiniz bir piraşki mi deyim, ponçik mi deyim. Bu isə ikinci bir formadır. Burada isə mən içlik olaraq banandan istifadə edirəm. 4 ədəd banan mən götürmüşəm. Əvvəlcə bananları orta hissədən bölürəm. Daha sonra böldüyüm bananları da yenə orta hissədən bölürəm. Və yenə uzadıram xəmiri çubuq formasında da götürürəm bananın üzərinə. Əvvəlcə həm fırlayıram bananın üzərinə, həm də əlimlə biraz xəmiri yastılayıram. Bu şəkildə. Gördünüz, bu şəkildə edirəm və qoyuram bir kənara. Yəni, hansı ki xəmirin içərisinə əvvəllər sosiska edirdik, indi isə banandan mən istifadə etdim. YouTube-da heç görməmişəm bu resepti. Mən bunu özüm fikirləşdim və inanın ki, dadı çox mükəmməl olur. Mütləq hazırlayın bu şəkildə. Görürsünüz, həm əlimlə biraz da
belə üzərindən basıram ki, yastı olsun. Bu şəkildə edirəm hamısını və daha sonra xəmirləri gözləyirəm hardasa bir yarım saat ki, xəmirlər şişsinlər. Bulkalar və ya bir piraşkilər deyim. Daha sonra yağı yaxşı qızardıram. Görürsünüz nə gözəl şişibdi xəmir. Yaxşı qızardıram. Yağ tam qızdıqdan sonra üzərinə əlavə edirəm. Bu şəkildə görürsünüz necə gözəl alınır. Yaxşı köpür. Onu da deyim ki, yağınız biraz gördüyünüz kimi heç olmasa orta hissəyə qədər qalxmalıdır yağın miqdarı ki, yaxşı bişsin. Mənim qabım biraz bişirəcəyim qab biraz balaca oldu. Gələn dəfə yəqin ki, bir böyüyünü götürərəm. Gördüyünüz kimi. Bu isə artıq bananlıdır. Bananlı ponçiklərdir. Görürsünüz bunlar da necə qızardı. Bunlar da çox gözəl alınır. Gördüyünüz kimi yumşaq, xırçıltılı olur. Mütləq hazırlayın, yenə deyirəm. Burada artıq hamısını bişirdim, hazırdır. Üzərinə isə içərisini siz göstərirəm, yumşaqlığını içərisində bu spiral formasıdır. Bananlı formasında artıq videonun əvvəlində sizə göstərdim. Üzərinə isə şəkər pudrasından istifadə edə bilərsiniz. Şəkər pudrası ilə daha ləzzətli olur. Yenə deyirəm, mütləq hazırlayın, dadına baxın. İzlədiyinizə görə təşəkkür edirəm.